Hər vaxtınız xeyirli olsun. Mən Sofiya Həsənova sizə bu gün inklüziv təhsil haqqında məlumat verəcəm. Çox təəssüf ki, dünənki təlimdən video kaydı qeyddə saxlaya bilmədim və ona görə bu gün yenidən inklüziv təhsil haqqında sizə ətraflı məlumat verəcəm. Baxın, bilirik ki, inklüziv təhsil bütün uşaqların, yəni fərqli uşaqların, belə qeyd edim, müxtəlif uşaqların bir qrupda təhsil alma imkanını təmin edir. Yəni əslində bütün uşaqlar üçün təhsil əlçatanda hansı təhsil vasitəsilə inklüziv. Amma deyə bilərikmi ki, uşaq yönümlü təhsil inklüzivlikdən daha kiçikdir? Xeyr, əlbəttə. Uşaq yönümlü təhsilin nəzdində biz inklüziv təhsili də təşkil edirik. Amma inklüziv təhsilin əsas məqsədi, yenə qeyd edirəm, bütün uşaqların bərabər imkanlar daxilində təhsil almasını təmin etmək. Çünki hər bir uşağın ən ali, ən təbii hüququ nədir? Təhsil almaq. Və biz onu uşağın əlindən ala bilmərik. Bunu da inklüziv təhsil vasitəsilə təmin edirik. Düzdür, ən böyük mahiyyəti sim uşaqları üçün olsa da, amma yenə də sadəcə sim uşaqlarını əhatə etmir. Deyir, potensialından, maddi təminatından, sağlamlığından asılı olmayaraq bütün uşaqlar bərabər imkanlar daxilində təhsil almalıdır. Yəni əsas məqsədi nədir? Təhsili hər kəs üçün əlçatan etmək, bütün uşaqlar üçün hər bir imkanı təmin etmək və eyni zamanda uşaqlarda mədəni müxtəlifliyi formalaşdırmaq, hər kəs olduğu kimi qəbul etmək, formalaşdırmaq, sosial əlaqələri inkişaf elətdirmək, tolerantlığı formalaşdırmaq və əsas vəzifə və məqsədimiz nədir? Bütün uşaqların sağlam mənəvi, psixoloji mühitdə təhsil almasını təmin etmək. Yəni hər bir uşaq özünü güvəndə, özünə inamlı şəkildə hiss etsin və komfort zonası qətiyyən pozulmasın. Bu nə deməkdir? Yəni şiddətdən, ələ salınmaqdan, təhqirdən, daha sonra laqeydlikdən, dəyərsizlikdən və sair kimi hallardan uzaq olmaq. Yəni əgər ki, uşaqların hər hansısa birinin hüququ pozulursa, deməli burada qətiyyən sağlam mənəvi psixoloji mühitdən danışmaq, bəhs etmək düzgün olmaz. Deməli, inklüziv təhsili biz sadəcə sim uşaqlarında qoyulan fərqdəmi axtaracağıq testdə? Xeyr, sadəcə sim uşaqları, yəni tipiklə sim uşağı arasında fərq qoyulanda bir də görürsünüz elə vermir testi. Verir potensialına görə fərq qoymayla, çünki pedaqoji tələblərində keçdikcə məlumatınız olacaq. Ya bərabər imkanlarla verir, ya da ki, inklüzivliklə, ya yenə qeyd edirəm, potensialına görə fərq qoyursa, maddi təminatına görə fərq qoyursa, hər hansısa bir xüsusiyyətinə görə biz qərəzli davranış sərgiləyiriksə, burada qətiyyən bərabər imkanlardan və inklüzivlikdən danışmaq düzgün olmaz. Daha sonra diqqət yetirək. Bu sim uşaqlarına inklüziv təhsil nələr qazandırır? Hər bir uşağa bərabər təhsil alma imkanı təqdim edir. Yəni bütün uşaqlar bərabər imkan daxilində təhsil alır. Eyni zamanda sosial adaptasiya güclənir. Əvvəllər uşaqlar, yəni sim uşaqları cəmiyyətdən təcrid olunurdu. Təhsil alma imkanı əllərindən alınmışdı. Amma bugünkü günü görürsünüz, uşaqlar nə edir? Cəmiyyətə uyğunlaşır. Yəni biz onları cəmiyyətə inteqrə edirik. Digər uşaqlarla eyni qrupda, eyni müəssisədə təhsil alırlar. Düzdür, sosial bacarıqları inkişaf olunur, əlbəttə. Və ən əsası biz uşaqlara qınaq obyekti, xəstə uşaqlar kimi yanaşmırıq. Bizim üçün o uşaqlar özəl və belə qeyd edim, dəyərlidirlər. Yəni uşaqların nə nailiyyətindən, nə də ki, belə qabiliyyətindən onların nədir? Dəyəri ölçülmür. Bütün uşaqlar dəyərlidir. Heç nədən asılı olmayaraq. Nəyisə bacarmaya da bilərsən, nəyisə qadir olmaya da bilərsən, amma qətiyyən bu sənin dəyərini azaltmır. Sonra uşaqlar bir-birini qəbul etməyi öyrənirlər. Bəli, çünki ümumiyyətlə baxın, sadəcə sim uşaqları deməyək də, bir qrupda fərqli uşaqlar var. Fərqli, bax, dini də fərqli ola bilər, etnik mənsubiyyət də fərqli ola bilər, inancları da fərqli olar. Məsəl dərsinin rəngi də, cinsi də, hər bir şey fərqli olar. Düzdür? Biz uşaqlarda tolerantlığı, yəni sosial-emosional inkişaf sahəsi üzrə inkişaf elətdirib onda güzəştə getməyi, daha sonra kompromisə getməyi, empatiya qurmağı, hörmət etməyi insan hüquqlarına, öz hüquqlarını tanıması, ona dəyər verməsi və sair kimi hallarda nə edirik? Əslində uşaqlara bir-birini qəbul etməyi öyrədirik, insanları qəbul etməyi öyrədirik. Yəni mədəni müxtəlifliyi formalaşdırır uşaqlardakı hər kəs bir-birindən fərqlənir, amma biz onların seçimlərinə də, özlərinə də, hər bir şeyinə də hörmət etməliyik. Düzdür? Yəni sevməyə bilərik. Düzdür, əslində sevsək lap əla, amma ola bilər də indi bir insandan xoşumuz gəlmər, onu sevmərik. Amma bu o demək deyil ki, mən ona qarşı hörmətsizlik edə bilərəm. Düzdür, qəti surətdə. Sonra, deməli, valideyn məktəblə, yəni bağça ilə məktəbə qədərli əməkdaşlığı artır. Bəli, ümumiyyətlə bugünkü təhsilimiz rəqabəti inkar edir və yaxud müəllimin heqemon olması, mərkəzləşmiş olmasını inkar edir və mərkəzdə uşağı dayandırır. Eyni zamanda uşağın
belə deyim, himayəçilərini, yəni qanun nümayəndələrini də vacib hesab edir. Deyir, çünki sən onlarla əməkdaşlıq etməlisən ki, mənim qoyduğum tələbi reallaşdıra biləsən. Mən bunu hər zaman deyirəm, hüquq vəzifələrdə izah edəndə heç nə bir tərəfli deyil. Yəni, bircə saniyə. Alo. Salam, mən indi dərsi izah edirəm. Olarmı birazdan zəng edəsiz? Güclü nəticə əldə edək. Ona görə hər zaman hörmətə əsaslanan qarşılıqlı əlaqə yaratmalıyıq. Hər zaman bir-birimizə güzəştə getməyi bacarmalıyıq və həssaslıqla hörmətə əsaslanaraq və empatiya quraraq bu münasibətin təməlini yaratmalıyıq. Sonra cəmiyyət daha tolerant və ədalətli olur. Bəli, yəni biz artıq yenə qeyd edirəm. Yəni hər kəs olduğu kimi qəbul edirik. Bu çox vacibdir. Bu nə deməkdir müəllimlər? Yəni biraz açıqlayım. Bax təsəvvür edin ki, hər hansı bir bədənin bir hissəsi deformasiyaya uğrayan bir insanı görürük. Ola bilər bizdə maraq doğurar və yaxud biraz belə yazığımız gələr, başlayırıq diqqətimizi həmin insandan çəkməməyə. Və əslində bu davranışımızın nəticəsini, mahiyyətini anlamırıq ki, qarşı tərəfi çox narahat edir və hətta onda kompleks yaradırsınız. Hətta elə nəticələnər ki, o insan cəmiyyətin içinə çıxmaqdan çəkinər. Düzdür, bizə bu lazımdır, əlbəttə lazım deyil. Yəni niyə insanı travmalayaq? Digər insanlara necə bir dəfə nəzər yetirib sonra gözümüzü çəkiriksə, burada da eynən elə olmalıdır. Və yaxud misal üçün ona xəstə kimi baxmaq, misal üçün təcrid etmək, cobud davranmaq qəti surətdə bütün insanlar fərqlidir, bütün insanlar. Baxın, adicə ola bilər ki, mənim fiziki cəhətdən və yaxud əqli cəhətdən hər hansısa bir məhdudiyyətim, lənciməm yoxdur, amma davranışımda çox pozuntular, davranış nə baxımdan, yəni belə mədəniyyətim yoxdur. Görürsüz? Ola bilər ki, mən çox mədəniyyətsiz insanım, amma başqa insan da çox mədəni bir insandır. Burada da fərq var. Deməli, cəmiyyət daha tolerant və ədalətli olur dedik. Ədalətli, yəni biz qərəzsiz oluruq, bu da vacibdir. Sonra məqsədləri bərabərliyi təmin etmək, yəni hər bir uşağın təhsil alma hüququnu qorumaq. Bəli, bütün uşaqların təhsil alma hüququnu qorumaq əsas məqsədlərdəndir. Olan mənəvi psixoloji mühitin təmin edilməsi mütləqdir ki, hər bir uşaq özünü güvəndə hiss etsin. Yəni qorxmasın, narahatlıq və travma təşviş keçirməsin. İnteqrasiya, yəni uşaqların cəmiyyətə, sosial həyata hazırlanması, əlbəttə, yəni uşaqları cəmiyyətə uyğunlaşdırırıq, sosial həyata hazırlayırıq. Eyni zamanda uşağı bir şəxsiyyət kimi yetişdiririksə, bu mükəmməldir. Müxtəlifliyi qəbul etmək, bəli, fərqlilik zəiflik deyil, güc və inkişaf belə deyim potensialıdır və biz çalışmalıyıq ki, hər zaman hər bir şeyə pozitiv yanaşaq, hər zaman düzgün əlaqə yaratmalıyıq, hər zaman hər bir şeydə yaxşını ilk öncə görməyi bacarmalıyıq. Sonra uşağın maksimum inkişafı, yəni hər kəsin potensialını ortaya çıxarmaq. Normalda indi düzdür, biz inklüziv təhsillə danışırıq, amma uşaq yönümlü təhsili düzdür, orada differensial yanaşma var da, əlbəttə. Bütün uşaqların potensialının, yaradıcı bacarıqlarının üzə çıxarılması. Düzdür, yəni differensial yanaşırıqmı? Əlbəttə yanaşırıq. Bir uşaq bunu sevməz, başqa bir şey sevər, ona uyğun. Amma bu demək deyil ki, mən mütəmadi olaraq eyni şeyi uşaqlara tətbiq etməliyəm ki, onu sevir. Xeyr, fərqliyi də öyrətməliyik. Yəni hər dəfə eyni tapşırıq vermək və yaxud eyni tipdə tapşırıqlar vermək uşağı inkişaf elətdirməyəcək. Sadəcə biz tədricən varislik əsasında nə etməliyik? Keçidi təmin etməliyik. Sonra diskriminasiya ilə mübarizə, bəli, diskriminasiya, bu haqda da məlumat verəcəm. Yəni uşaqların cəmiyyətdən təcrid olunduğu, təhsildən kənar qaldığı bir mərhələdir ki, biz bunu qətiyyən qəbul etmirik. Hər bir uşağın təhsil alma hüququnu bərpa edirik, qoruyuruq və təmin edirik. Bu çox vacibdir. Gəlin indi sizə burada olmayan inklüziv təhsil mərhələləri haqqında məlumat verim. Baxın, inklüziv təhsildə 4 mərhələ var. Mən bunu dünən dərsdə, təlimdə izah edərkən də dedim. Sanki daş devrindən bugünkü dövrə gəlib çıxmaqdır. Yəni, əvvəllər diskriminasiya mərhələsi idi. Lap ilk mərhələ diskriminasiya mərhələsidir. Görürsünüz, burada deyir mübarizə aparmaq. Çünki diskriminasiya da uşaqlar cəmiyyətdən təcrid olunurdu. Yəni, nə təhsil alma hüquqları yox idi, nə də cəmiyyətdə iştirak etmə hüquqları yox idi. Hər kəs onlara qınaq obyekti kimi baxırdı, onları qınayırdılar. Misal üçün, mütəmadi olaraq təhqir edirdilər, ələ salırdılar. Görürsüz, bu olarmı ki, bugünkü gün qətiyyən. Əgər bu davranışı sərgiləyən bugünkü gün hər hansı bir insandırsa, deməli onda nə sosial əlaqələr, nə vicdan, nə də ki, əlbəttə, mədəni müxtəliflik yoxdur. Yoxdur, bir də mədəniyyət yoxdur, bu da öz yerində. Yəni biz nə etməliyik? Əlbəttə ki, bu diskriminasiya mərhələsindən uzaq olmalıyıq. Onda uşaqlar heç bir yerdə təhsil almırdı. Nə evdə,
nə özəl müəssisədə, nə də dövlət müəssisəsində təhsil almırdı. Ümumiyyətlə cəmiyyətdən təcrid olunmuşdu, nəinki təhsildən. Sonra biraz müasirləşir, gəlir seqreqasiya mərhələsi. Seqreqasiyada biraz müasirləşir, amma yenə də fərq var. Niyə? Çünki sim uşaqları ya evdə təhsil alır, ya da özəl müəssisədə. Amma dövlət müəssisələrində təhsil almır. Görürsüz, fərq var, əlbəttə var. Sadəcə diskriminasiya nisbətdə əlbəttə ki, biraz daha inkişaf olunmuş, artıq ən azı uşaqlar təhsil alır. Ən azı, görürsüz. Halbuki bu uşaqların ən təbii hüquqlardır. Sonra biraz da müasirləşir, gəlir inteqrasiya mərhələsi. İnteqrasiya mərhələsində uşaqlar, deməli, burada nəyə odaqlanırıq? Uşaqlar eyni müəssisədə, lakin müxtəlif qruplarda təhsil alır. Baxın, bu daha da müasirləşmiş və həqiqətən diskriminasiya və seqreqasiyaya nisbətdə çox-çox daha inkişaf olmuş bir mərhələdir. Amma yenə burada da fərq var. Görürsünüz, müəssisəmiz eynidir, amma qruplar fərqlidir. Fərq qoyulur mu? Əlbəttə. Sim uşaqlar başqa, tipik uşaqlar başqa qrupda təhsil alır. Və yalnız müəyyən məşğələlər də bir araya gələ bilərdilər. Sonra gəlir ən sonuncu inklüziya mərhələsi və inklüziv təhsillə də əlaqəlidir, bilirsiniz. Ümumiyyətlə, inklüziya sözün mənası bütün insanların cəmiyyətdə iştirak etmə, yəni inklüziya bütün insanların cəmiyyətdə iştirak etmə hüququnu təmin edir. Təhsil isə bütün uşaqların təhsil alma hüququnu təmin edir. Və inklüziya mərhələsi də hər bir uşağın eyni şərtlər altında təhsil almasını təmin etmiş olur. Yəni sonuncu mərhələ ən müasir mərhələdir deyək. Yəni ən inkişaf olmuş, hansı ki, bugünkü əslində təhsilimizi, modelimizi əks elətdirir. Düzdür? Nə edir? Görürsünüz, bir qrupda həm sim uşaqlar da var, həm tipik uşaqlar da var. Amma indi nəyə diqqət yetirək? Vacib məqamda buna diqqət yetirin. Baxın, inklüziv, yəni sim uşaqları bir qrupda maksimum 5-10%, yəni bu da hardasa ortalama 1-2 uşaq edir. 1-2 uşaqdan artıq bir qrupa uşaq götürmək olmaz. Çünki əks təqdirdə, yəni 3, 4, 5 və daha artıq uşaq olarsa, bu inklüziv qrup hesab edilir və orada sadəcə bir tərbiyəçi deyil, artıq onun köməkçilər də lazımdır. Yəni mən artıq tək başına orada heç nə idarə edə bilmərəm. Yəni əgər ki, yasla qrupunda deyək ki, bir uşaq düşürsə, orta böyük məktəb hazırlığa 2 uşaq, burada bəli, mən tərbiyəçi olaraq o prosesi idarə edərəm, qrupu idarə edərəm və uşaqları idarə edərəm. Düzdür, çətinlikləri hər zaman olacaq, bu normaldır, amma idarə olunur. Amma yox, əgər ki 3, 4 və daha artıqsa, burada artıq əlavə müəllimə və belə qeyd edim, peşkarlara da ehtiyac var, mütəxəssislərə. Sonra deməli nəyə diqqət yetirək? Baxın, gəlin vəzifələr haqqında da danışım qısaca. Bunlar inkişaf etdirici mühitlə əlaqəlidir deyəcəm. Baxın, təhsil müəssisələrinin inklüziv mühit yaratmaq, yəni siniflərin uyğunlaşdırılması, materialların əlçatan edilməsi, bəli, sim uşaqları, ümumiyyətlə bilirsiniz də, bax, cüşələr də bütün uşaqlar üçün əlçatan olmalıdır. Həm təhlükəsiz, həm də əlçatan. Sim uşaqlar üçün də, yəni mən çalışmalıyam müəllim olaraq, bütün maneələri aradan qaldırım ki, uşaqlar üçün hər bir şey əlçatan və rahatlıqla hərəkət edəcəyi bir mühit olsun. Müəllimlərin və tərbiyəçilərin xüsusi hazırlığını təmin etmək, əlbəttə. Yəni sim uşaqlarla çalışırsınızsa, yəni qrupunuzda olacaq da mütləq 1-2 uşaq və onlar haqqında məlumatınız olmalıdır ki, bugünkü gündə görürsüz, öyrənirsiniz. Məlumatınız olmalıdır ki, o ani, belə deyək, panik atak zamanı və yaxud hər hansı bir krizis zamanı necə idarə etməlisiniz onu, o haqda anlayışınız olsun. Sonra valideynlərlə əməkdaşlıq etməyə əlbəttə bu haqda məlumatınız var. Təhsil proqramının uşaqların fərdi xüsusiyyətlərini uyğunlaşdırmaq, bəli, həm fərdi xüsusiyyət. Baxın, ümumiyyətlə düşünürəm ki, sim uşaqlarla çalışarkən həm fərdi iş planı olmalıdır, həmçinin ümumi iş planı əsasında da biz uşaqları inkişaf elətdirməliyik və fərdi xüsusiyyətləri nəzərə almaqda mütləqdir. Uşaqlarda sosial bacarıqların inkişafını dəstəkləmək, ictimaiyyətin inklüziv təhsilə qarşı müsbət münasibətini formalaşdırmaq, yəni hansı model, indi model haqqında danışanda lap yaxşı anlayacaqsınız. Yəni çalışmalıyıq ki, hər zaman dəstək olaq. Yəni hər zaman diqqətlə yanaşaq, hər zaman qayğı göstərək, hər zaman empatiya quraq və həssas olaq. Bax, bu çox vacibdir. Gəlin, baxaq sizlə tibbi modellərə. İnklüziv təhsildə 2 cür model var. Biri tibbi modeldir, biri də sosial modeldir. Tibbi model biraz destruktiv yanaşmadır. Biraz deyil, hətta əməllicə deməli, destruktiv yanaşmadır, amma sosial model konstruktivdir. Deməli, biz bilirik ki, yəni məlumatınız varsa, destruktiv mənfi yanaşma, konstruktiv müsbət yanaşmadır. Deməli, tibbi yanaşmanın əlamətlərini mənfi situasiyada axtaracaq, sosialı isə müsbət. İndi baxın, tibbi model deyir ki, ideyası problemin mərkəzində uşağın xəstəliyi və ya məhdudiyyəti dayanmasıdır. Yəni, biz uşaqların xəstəliyini, məhdudiyyətini mərkəzdə saxlayırıq, diqqət mərkəzində və onlara xəstə uşaqlar kimi yanaşırıq. Olarmı ki, belə bugünkü gün? Olmaz. Məqsəd uşağın çatışmamazlıqlarını müalicə etmək. Görürsünüz, yəni daha çox
uşağın xəstəliyini mərkəzdə tutub ancaq onun mənfilərinə odaqlanmaq və uşağı ancaq müalicə yolu digər uşaqlardan uzaq tutmaqdır da. Bir növ bu yanaşmanın, bu modelin əsas məqsədi sim uşaqları tipik uşaqlardan uzaq tutmaqdır. Amma bugünkü təhsil onu qətiyyən qəbul etmir. Baxın, müalicə etmək, reabilitasiya ilə aradan qaldırmaq. Görürsüz, ancaq müalicə. Deməli, harda reabilitasiya, harda müalicə varsa, bu hansı yanaşmadır? Bəli, tibbi yanaşmadır. Reabilitasiya və müalicə aid olacaq tibbi yanaşmaya. Eyni zamanda tibbi yanaşmada cəmiyyət dəyişməzdir. Çünki uşaqları cəmiyyətə uyğunlaşdırmağa çalışırlar. Bunun açıqlaması nədir müəllimlər? Baxın, uşağı cəmiyyətə uyğunlaşdırma varsa tibbi modeldir. Çünki biz düşünürük ki, uşaq xəstədirsə, o bizə ayaq uydurmalıdır. O digərləri kimi olmalıdır və yaxud ümumiyyətlə cəmiyyətdən təcrid olunmalıdır. Bax, tibbi modeldən danışıram. Biz dəyişmirik. Biz uşaqlara misal fərqli yanaşası, tolerant olası və yaxud onu qəbul edəsi yanaşmada deyilik. O dəyişsin. Görürsüz bax necə yanaşma. O müalicə olsun, o sağalsın. Amma bugünkü təhsil bunu inkar edir. Sonra müəllim və mütəxəssislər daha çox uşağın zəifliklərinə fokuslanır. Çatışmamazlıq, yəni uşağın imkanı görməməzlikdən gəlir və çox vaxt stigma yaradır. Yəni uşaq bacarmayacaq, uşaq da onsuz da onda heç nə alınası deyil, onsuz da o xəstə uşaqdır kimi yanaşmalar əsas götürülür. Bu yenə bizim bugünkü təhsilimizə ziddir. Sonra bax, deməli, nümunə nədir? Eşitmə problemi olan uşağa əsasən aparat taxmaq, loqopedlə işləmək və onu normal uşaqlar kimi danışdırmaq məqsəd qoyulur. Görürsüz? Yəni, əsas məqsəd nədir? Bu uşağı digər uşaqlar kimi etmək. Düzdürmü? Yəni, sən olduğun kimi qəbul etmirik. Sən dəyişib digər uşaqlara oxşamalısan, bənzəməlisən. Bu da yanlışdır. Sosial model isə bugünkü həm kurikulumun, həm ümumiyyətlə təhsilin, uşaq yönümlü təhsilin, hər bir şeyin və inklüziv təhsilin ən əsas tələblərini reallaşdırır, özündə əks elətdirən bir modeldir. Problemin mərkəzində cəmiyyətin yaratdığı bariyerlər dayanır. Yəni, cəmiyyət nə edir? Bariyerlərdir. Və ona görə uşaqların inkişafına imkan vermir. Uşaqları qınaq gözü ilə baxır, uşaqları xəstə kimi baxır, uşaqları ancaq pessimist yanaşmada olur. Bu da yaxşı bir şey deyil. Ona görə bax deyir ki, siz düşüncələrinizi dəyişməlisiniz, ey insanlar. Siz onları olduğu kimi qəbul etməlisiniz. Yəni, cəmiyyətin dəyişməsini tələb edən sosial modeldir. Cəmiyyət dəyişkəndir, sosial modeldə. Deyir ki, siz dəyişin, siz tolerant olun, ədalətli olun, güzəştə getməyə bacarın və hər kəsi olduğu kimi qəbul edin. Və siz uşaqlara uyğunlaşın. Yəni, necə uyğunlaşın? Səni olduğu kimi qəbul edin. Bax, misal uşağın görürəm ki, gözündə zəiflik var. Mən nə edirəm? Tez onu öndə oturturam ki, yaxşı görsün. Görürsüz, mən onun üçün o şəraiti yaratdım, əlçatan etdim. Bir də var, deyirəm, görmürsən, get müalicə olun. Görürsüz, mənfi yanaşma. Sonra, deməli, məhdudiyyəti olan uşağın qarşısındakı sosial, fiziki və pedaqoji maneələri aradan qaldırmaqdır məqsəd. Yəni, maneələri aradan qaldırırıq. Deməli, qısaca tibbi modeldə nədir? Uşağın müalicə edib cəmiyyətə uyğunlaşdırmaq, sosialda isə cəmiyyəti dəyişib uşağı uyğunlaşdırmaqdır. Düşünürəm ki, hər bir müəllim inklüziv təhsil haqqında anlayışı, məlumatı olmalıdır ki, uşaqlarla çalışa bilsin. Yəni, mən ən əsası səbirli, təmkinli, vicdanlı, səmimi, həssas, emosional deyil, həssas bir insan olmalıyım, empatiyası güclü olan. Sonra alternativ həll yolları tapan, yəni kreativ, yaradıcı bir müəllim olmalıyam. Həqiqətən, belə deyim, duyarlı bir insan olmalıyam ki, uşaqlarla çalışa bilim. Çünki burada mən nə etməliyim? Uşaq səhv edəndə mən ona dəstək olmalıyam. O səhvini, ümumiyyətlə, bu sadəcə sim uşaqlarında deyil, tipik uşaqlarda da elədir. Səhv edir, bir var qışqırıram, uşağı cəzalandıram və s. Bir də var həssaslıqla yanaşıram, ona istiqamət verirəm. Burada çox vacibdir. Və eyni zamanda, bax, adicə bərabərliyi pozmamaq, bu normalda tipik uşaqlara da aiddir. Bax, ola bilər ki, mən sim uşağına yazığım gəlir, ona daha çox güzəştə gedirəm, onu daha çox, misal, qayğı göstərirəm və s. Qətiyyən olmaz. Və yaxud əksinə də olmaz. Mən sim uşağını kənarda saxlayım, tipik uşaqlara daha çox qayğı göstərim, olmaz. Yəni, bərabərlik təmin edilməlidir. İstər sim, istər tipik uşaq, fərqi yoxdur. Bərabərlik hər zaman təmin edilir. Birinə qayğı göstərimsə, hamısını göstərməliyəm. Birinə diqqət yetirdim, bütün hər birinə. Birinə xoş söz dedim, ümumiləşdirirəm. Niyə? Digər uşaqlar onu qısqanmasın deyə. Dünən ən elementar, ən primitiv nümunə gətirdim ki, öz övladlarınızdan götürün. Təsəvvür edin, 2 övladınız var, 3, 4 və yaxud artıq.
birinə daha çox qayğı göstərirsiniz, əzizləyirsiniz, məsələn, nazla oynarsınız, digərləri inanın mənə içdən-içə ona kin bəsləyəcək. Düzdür? Kin bəsləyəcəklər. Siz olmadığınız təqdirdə şiddəti onun üzərinə tökməyə çalışacaqlar, yəni vuracaqlarmı, misal üçün incidəcəklərmi? Görürsüz necə mənfi bir situasiya, necə mənfi nəticə doğuran bir vəziyyət yaradırsınız? Təhsildə də eynən belədir. Yəni bağçada da eynən elədir, istər məktəbdə də eynən belədir. Çalışmalısınız ki, o rəqabət olmasın. Hər kəsə qayğı göstərəsiniz, hər kəs dəyərlidir, bütün uşaqlar. Bu o demək deyil ki, inklüziv təhsil sim uşaqlara bu şəraiti yaradır deyir, tipik uşaqlar arxa planda qalmalıdır. Xeyr, bütün uşaqlar deyir, hər bir uşaq deyir, qətiyyən bax, fəallarla məşğul olub passivləri arxa planda qoyma, passivlərlə məşğul olub fəalları arxa planda qoyma. Misal üçün, məhdudiyyəti olan uşaqlar güzəştə gedib, tipik uşaqları güzəştə getmə. Bu kimi yanaşma demir, deyir hər kəsə, bütün uşaqlara bərabər yanaş. Amma differensiallığı da nəzərə al. Differensial bu da açar sözdür. Çünki bərabərlik odur ki, misal üçün mən hər kəsə eyni tapşırıq verirəm, amma digər uşaqlar öhdəsindən gələ bilməyəcək axı. O zaman nə olur? Özünə inamı azalır. Amma mən bərabərliyi differensiallıqla təmin edirəmsə, bu mükəmməldir, doğru yanaşmadır. Çünki mənim məqsədim hər birini inkişaf elətdirməkdir, amma fərqli üsullarla, müxtəlif metodlarla. Baxın, qeyd etdiyim kimi, müəllim hansı keyfiyyətlərə sahib olmalıdır? Ümumiləşdirdim mən, amma istəyirsiniz belə də nəzər yetirək, PDF oxuya bilməsəz, videodan baxın. Bax, peşəkar bilik və bacarıqlar dedikdə, xüsusi təhsilə ehtiyacı olan uşaqların psixoloji və pedaqoji xüsusiyyətlərini bilmək. Yəni, məlumatlı olmalısınız. Differensial və fərdiləşmiş tədris metodlarını tətbiq edə bilməlisiniz. Müasir pedaqoji texnologiyalardan, İKT-dən istifadə etməyə bacarmalısınız. Tələb yönümlülüyün tələbidir. Tədris materialları müxtəlif uşaqlar üçün əlçatan formaya salmağı bacarmalısınız. Yəni, differensial yanaşsız öyrənmə tərzləri də mütləq nəzərə alınır. Yəni, vizual, audial, kinestetik. Niyə oxuyub yazma yoxdur vakonun, niyə olsa yoxdur? Çünki bağçada oxu-yazı bacarıqlarına hələ uşaqlar sahib deyillər. Vizual, görmək, təsəvvür etmək, audial, danışaraq, səsli formada, kinestetik, toxunaraq, hərəkətli. Psixoloji keyfiyyətlər səbirli və dözümlü olmaq, empatiya qabiliyyəti güclü olan, yəni uşağın da valideynin də vəziyyətini anlamaq, duymaq, həssas olmaq. Tolerant olmaq, yəni fərqləri qəbul etmək, diskriminasiyadan uzaq olmaq, eyni zamanda motivasiya edici bacarıqlara sahib olmaq ki, uşaqda öyrənməyə həvəsi artıraq və maraq yaradaq. Kommunikasiya bacarıqları valideynlərlə səmərəli əməkdaşlıq etməyi, psixoloq, loqoped, defektolog kimi mütəxəssislərlə komanda şəklində işləməyi bacarmaq. Uşaqlarla ünsiyyəti sadə, aydın və müsbət nitqdən istifadə edərək əlaqə yaratmaq. Düzdür, yəni sadə, anlaşılıb, başa düşülən tərzdə. Metodik yanaşmalar, fərdi inkişaf planı hazırlamağı bacarmalıyıq, qrup və fərdi məşğələləri düzgün balanslaşdırmalıyıq, oyun, praktik fəaliyyət, vizual materiallardan istifadə edilməlidir, qiymətləndirməni uşağın inkişafına uyğun aparmalıyıq, yəni müqayisə deyil də fərdi irəliləyişləri əsas tutmalıyıq. Görürsünüz, yəni bugünkü təhsilə birə-bir, yəni uşaq yönümlüyə də xasdır. Etik prinsiplərdə hər bir uşağın şəxsiyyətinə hörmətlə yanaşmaq, hörməti formalaşdırmaq uşaqları bir-biri ilə müqayisə etməmək qətiyyən, qeyri-bərabər münasibət göstərməmək, yəni görürsünüz, bərabərlik hər kəsə qarşı. Müxtəlif qaydalara riayət etmək, bu da məxfilik qaydalarına da riayət etmək, yəni konfidensiallığı qorumaq. Belə müəllimlər, bu da inklüziv təhsil, yəni düşünürəm ki, bu qədərini bilməyiniz əsas və yetərlidir.